Kamçatkada son 30 ilin ən güclü qar yağışı. Fövqəladə vəziyyət davam edir. Rusiyanın Kamçatka yarımadasında son 30 ilin ən intensiv qar yağışı müşahidə olunur. Güclü qar və qar fırtınası səbəbindən bölgədə həyat iflic vəziyyətinə düşüb. Fövqəladə vəziyyət elan edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kamçatka bölgəsinin inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərində qar yağışı nəticəsində 2 nəfər həyatını itirib. Hadisədən sonra şəhərdə fövqəladə vəziyyət rejimi qüvvəyə minib. Güclü qar fırtınası səbəbindən avtomobil yolları bağlanıb. İctimai nəqliyyatın fəaliyyəti müvəqqəti dayandırılıb. Şəhərdə Rusiyanın Milli Qvardiyasının Rosqvardiya əməkdaşları cəlb olunaraq sakinlərə nəqliyyat və təhlükəsizliklə bağlı dəstək göstərir. Təhlükəli hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə dərslər dayandırılıb. Bir sıra dövlət qurumları və müəssisələr uzaqdan iş rejiminə keçib. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir çox yaşayış binalarının və avtomobillərin qalın qar örtüyü altında qaldığı görünür. Rusiya Fövqəladə Hallar Nazirliyi xilasetmə qruplarının gücləndirilmiş rejimdə işlədiyini, qar altında qalan evlərdə yaşayan sakinlərə çatmaq üçün tədbirlərin davam etdiyini bildirib. Rusiyanın Phobos Meteoroloji Mərkəzinin açıqlamasına görə, Kamçatkada qarın qalınlığı artıq 1,5 metrə çatıb və yaxın günlərdə bu göstəricinin artacağı istisna edilmir. Meteoroloqlar bölgədə müşahidə olunan hava şəraitinin son 30 ilin ən güclü qar yağışı olduğunu bildirirlər.